Deməli, kodu yazdıq, hazırdır. ChatGPT ilə bir yerdə. Deməli, kod C++-də yazılıb, kошелekləri axtarmaq üçündür. Bitcoin kошелekləri. Rejimlər razıdır, tip adreslər razıdır. Hamısını görürsən, raz kommentirovat elədim. Mən versiya 2 dənə, 3 dənə versiya eləmişəm. Kommentari ilə, kommentariyasız. Yəni çox olanda bu parametrlər biraz yavaş işləyirdi ona görə. Burada mesela adresler var. 84 tane de 85 tane simvolda onu aktarmaq uzun çəkir. İndi biz bunları kompilyasiya eləyək. Kompilyasiya kodu hazırlamışam artıq. Burada kopyalıyım. Girək direktoriya. Yes, code. Компилировали. Все, компиляция hazırdır. Ошибкасız geçti. Естественно, evveller olurdu ошибка. Запускаем. Предыдущая настройка bize lazım değil. Yolu göstərək, fayl hardadır. Fayl 2-3 dənədir. Mən 2000 yaxşı köhnə fayl qalsın köhnə özü palmal çayını. İspolzuyum bu tip adresləri də axtarsın, bunu da axtarsın. 24 tane söz qoy olsun. Determinirovanlı, yəni ardıcıllıqla da sıfırdan başlayacaq. Okey, olsun. Количество потоков, ну, загружать не будем процессор. 10 tane ядра var, 7'si bəsdir. Interval вывода скорости. Ну, 60 saniyədən bir bəsdir. Interval вывода на ekran 30 saniyə. Обычно 1 saat qoyuram mən. İndi göstərmək üçün 30 saniyə qoyacağım. Tapılan adresləri found'a yazmalıdır. Продолжаем предыдущий поиск. Yəni ardıcıllıq var idi ondan. Okey. Bu da poisk başlayırıq. Getdi. Şimdi biz götürüyoruz. Burada adresi, baba entropiya var ha, bunu bıraktığı. Любой, mesela bunu birincində götürüm sравнить eləyəcəm baza ilə də. Bitcoin bazasının, realni baza ilə. Bir dəqiqə burada bu saytdadır. Görürsünüz, detaylı kошелька. Entropiyanı qoyuram bura. Detallı informasiya. Bu entropiyanı yadda saxlayın. Sравнить eləyəcəyik. Aradan götür. Buydu da. 4, D8, C3A bu. Любой'un götürsək, tak ki, buradakın. Next entropiya eyni şeydir. Götürürük bunu, qoyuruq bura. Detallı informasiya, adres dəyişdi. İndi baxaq görək adres nə olacaq. Buradan götürmüşük. 12CF olmalıdır, başlamalıdır. Audio 12CF. Budur. O birisini də sравнить eləyək. Burada Jija'nın, то есть o birisi başlayır. Bir M8 NLD, bu da sol tərəfdə görürsünüz, mışqanın altında. OHS ilə bitməlidir. OHS eynidir. Görürsünüz, yəni generasiya ediyor düzgün və kodirovka ediyor düzgün. Saniyədə 254 min verir, amma bunun sürətini öldürən biz iş görürük ona görədir. Любой adresi götürüb yoxlaya bilərik bazada. Proverka Bitcoin adresə çıxacaq, amma nolevой balans çıxacaq. Çünki heç nə yoxdur, hələ tapmıb balansla olanı. Görürsünüz, nolevой balans. Yəni adres validdir. Bu demək ki, düzgün bir dənə orada hərf səhv olsa, tutaq ki, onun yerinə 2 yazdım, tutaq ki, rəqəmdə ya F yazdım, balaca F, fərq yoxdur. Deyəcək ошибка, neverni adres görürsünüz. Validni söhbəti oradan gəlir. İndi keçən real adreslərə baxaq. Любой'un məsələn offshore baza buradır da. Bax, belə bir adres var. Çox gözəl adresdir. 800 Bitcoin var orada. Burada bütün adreslərdə şey var, Bitcoin'lar var. Zagruska getdi, görürsünüz. Real adresdir bu. 808 Bitcoin var orada.
Görürsünüz. To есть buradan hansının şeyin tapsa eynisin. Sırası çıkartacak ekrana. Mesela burada adres var. 28.000, 29.000. Lubay adres götür buradan yokla bazadan. Ne kadar bitcoin var içinde gösterecek. 29.696 bitcoin var içinde. Bazada en az olan 100 tane bitcoin olmalıdır. En axırıncını götürəyək. Bence burada 100 tane olmalıdır. Bu birisi nasıl? Böyük baza burada. Orada seçmişəm 12-ci iləcən olan bazadır. Burada 100 tane bitcoin olmalıdır. Yok, bir bitcoin, sorry. En aşağı olan bir bitcoin. Так что, друзья, poisk gedir. İndi ben dəyişib, конечно, qoyacam 30 saniye yok. 1 saatdən bir çıxarsın bunlar ekrana. Zaxlamiyyət eləmək ekran dəymez də. Sürəti göstərir, bəsdir. Məsələn, neçə min, 1 milyona yaxın proverk eləyir də. Bu başqa bir rejim var, orada 2 milyona yaxın proverk eləyir. İndi prosesorimiz zəifdir. Eğer Huawei Kudo dilində yazsam, bu 500 milyon proverk eləyə bilər saniyədə. Так что вот так.